Telemekanın ən səs-küylü reality şousu Maşın başlayır. Bu haqda məlumatı Xəzər telekanalının baş prodüseri Toğrul Məmmədov paylaşım edib. O, tarixi açıqlamasa da tezliklə yayımlanacağına ilham vurub. Qeyd eləyək ki, layihənin rəhbəri və aparıcısı xalq artisti və Xəzər TV-nin direktoru Murad Dadaşovdur. Aparıcı Xoşqədəm Hidayət qızı formada qalma sirrini bölüşüb. Aparıcı uzun illərdir idman etdiyini, yalnız bu yolla çəkisini saxladığını bildirib. Uzun illərdir 1990-cı illərdən bəri bu yana bütün günü idman etmişəm. Fitness, boks, tenis, pilates. Bircə xəstə olduğum günlər çıxmaq şərti ilə o da az olub. Əmək sərf etmədən heç bir uğuru, gözəlliyi əldə etmək olmaz. Ona görə də əmək sərf etmək lazımdır. Çaylardan, detokslardan, iynələrdən uzaq durun əziz xanımlar. Elə bəylər də onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil. Səhər durun, idman eləyin və zövq alın.